Hər kəsə salam, əziz uşaqlar. Bu gün sizlə baxacağıq 20 aprel 9-cu sinif buraxılış imtahanının riyaziyyat suallarına. Hər birinizə uşaqlara uğurlar arzulayıram. İnşallah ürəyiniz istədiyiniz nəticəni göstərərsiniz. Başlayaq 57-ci, yəni birinci tapşırığımızdan. Birinci tapşırıqda bizə deyir ki, rəqəmlərdən düzələn ən böyük və ən kiçik 6 rəqəmli ədədin fərqini tapın. Deyir ki, hər rəqəmdən də bir dəfə istifadə edin. Bu zaman neyinirdi uşaqlar? Ədədləri böyükdən kiçiyə doğru düzürdük. Ən böyük ədədimiz 9, 7, sonra 6, 5, 3, 1. 6, 5, 3, 1. Çıxılsın, bunun əksi 1, 3, 5, 6, 7 və 9. İndi gəlin bunu alt-alta çıxaq. Deməli, 9, 7, 6, 5, 3, 1 çıxılsın. 1, 3, 5, 6, 7, 9. Deməli, cavab eləyəcək 840 min 852. 840 min 852. Cavab oldu A bəndi. Burada da zaten işarələnib. Sonra keçək ikinciyə 58-ci tapşırıq uşaqlar. Deyir ki, irrasional ədədlərdən hansı 3də 1-dən kiçikdir? Uşaqlar, ədədin 3də 1-dən kiçik olması üçün, deməli, hansı ədəd 3də 1-dən kiçik olar uşaqlar? Məxrəci 3-dən böyük olan ədədlər. Misal üçün, 5də 1, 3də 1-dən kiçik olar. Deməli, bizə də elə bir ədəd lazımdır ki, məxrəci 3-dən böyük olsun. Burada da elə bir ədəd uşaqlar, baxın. 3-ü salıram mən kökün altına. Nə eləyəcək? Kök altına 9. Kök altına 9-dan böyük bir ədəd lazımdır. Bu da nə olacaq? Kökdə 15də 1. Yəni, C bəndi. Sonra keçdim 59-cu suala. Deyir, ifadənin qiymətini tapın uşaqlar. Topluda çox rast gəlmişik bu suallara. Yazıram 59, sadə sualdır. 0,125-dən nə çıxır uşaqlar? Kökdən birbaşa yazıram. 0,5 vurulsun. 16-dan çıxacaq 4, 0,136-dan çıxacaq 0,6. 5 dəfə 4-ü nə eləyir uşaqlar? 20, vergül atanda qalacaq 2. 2 vurulsun 0,6 eləyəcək 1,2. Cavab oldu A bəndi. Keçdim 60-cı suala uşaqlar. 60-da deyir, istənilən boş olmayan ABS çoxluqlar üçün münasibətlərdən hansı doğru deyil? Baxaq uşaqlar. A kəsişmə A bərabərdir A-ya. Çoxluq uşaqlar özü ilə kəsişirsə, deməli elə bu A-nın özüdür. A alt çoxluqda birləşmə B-nin düzdür uşaqlar. A, bu A olsun, bu da B olsun. Bu çoxluq A birləşmə B-nin, baxın, bu ümumi bu çoxluğun alt çoxluğudur, düzdür. Sonra B deyir, daxil alt çoxluğudur, B kəsişmə C-nin. Uşaqlar, B kəsişmə C-nin alt çoxluğu olması üçün, baxın, bu B çoxluğudur, bu C çoxluğudur. B ilə C-nin kəsişməsi hara oldu? Baxın, bu hissədir. B haradır? Bəs B də bu hissədir. Sizcə B bu yaşıl hissəyə daxildir tam olaraq? Daxil deyil. Yəni B kəsişmə C-nin alt çoxluğu deyil. Cavab olacaq elə Y bəndi. Keçdik 61-ə. Deyir ki, kubun tilini bir vahid artırsaq, onun həcmi 16 vahid artar. Həcmin düsturu necədir kubda uşaqlar? V bərabərdir A-nın kubu. Tilini bir vahid artırdım, yəni A-nı bir vahid artırdım, oldu A plus 1-in kubu. Həcmdə 19 vahid artdı. Yəni oldu V üstə gələk 19. Deyir, kubun tilini tapın. Gəlin baxaq uşaqlar. Görək, nə edirik? Bu zaman yazıram. Bunu açıram müxtəsər vurma düsturuna görə. A-nın kubu plus 3A-nın kvadratı plus. Sonra 3 deməli A 1-in kubunu yazmıram. Plus 1 bərabərdir. V-nin də yerinə yazıram. A kubu plus 19. A kubları getdi. Nə qaldı uşaqlar? 3A kvadratı plus 3A 19 keçirdim sola. Elədi. Plus 1 çıx 19. Bu da eləyəcək elə 18. Ona görə yazıram. Plus minus 18 bərabərdir 0-a. Hər tərəfi 3-ə bölürəm uşaqlar. A kvadratı plus A çıx 6 bərabərdir 0. Gəldik viyot teoreminə. Cəmi kökləri cəmi bizə versin -1-i və kökləri hasili bizə versin -6-nı. Hansı ədədlərdir uşaqlar? -3 ilə 2. Deməli, x1 bərabərdir -3, x2 bərabərdir 2-yə. Bizdə də uşaqlar tilimiz, tərəfimiz mənfi ola bilər, ola bilməz. Deməli, cavabımız olacaq 2. Yəni, A-mız 2-dir.
Bu da belə. Deməli, til A bərabərdir 2-yə oldu bu bəndi. Sonra keçdik uşaqların növbəti 62-ci suala. Bu sual biraz yəni həll istəyən sual idi, qısa sual deyildi. 62-dir. Daxili bucaqlarının cəmi 1800 olan çoxbucaqlının tərəflərinin sayını tapın. Gəlin indi uşaqlar. Deməli, uşaqlar deyir, daxili bucaqlarının cəmi 1800 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Gəlin tapaq uşaqlar. Bizə nə lazımdır burada? Deməli, daxili bucaqlı, çoxbucaqlıda yazırıq düsturu. Nədir uşaqlar düsturumuz? 180 vurulsun n-2 bərabərdir 1800-ə. 180-ə 1800 ixtisar getdi uşaqlar. Nə qaldı? n-2 bərabərdir 10-a. N də buradan bərabərdir 12. Deməli, bizim tərəflərimizin sayı nə oldu? 12-dir bəndi. Sonra keçirəm 63-cü suala. 63-də deyir ki, velosipedçi 24 km sürətlə gedərək müəyyən məsafəni 1.5 saata qət etdi. Deməli, velosipedçinin sürəti 24 saatda və qət etdiyi zaman 1,5-dir. Velosipedçi deyir, həmin yolu 18 km saat sürətlə neçə saata geri qayıdar? Deməli, uşaqlar, yazıram düsturu. S bərabərdir V vurulsun T-yə. Sürətlə zaman necə mütənasibdir uşaqlar? Tərs mütənasibdir. Çünki yan-yanadır. Yan-yana olan kəmiyyətlər həmişə tərs mütənasib olur. Yadınızdan bunu çıxartmayın. Sonra indi uşaqlar yazırıq. Tərs mütənasib olduğuna görə kəmiyyətin biri artanda biraz alır. Yazıram 24 uyğundur 1,5-ə və 18 alt-alta yazırıq bərabərdir x-ə. Tərs mütənasib olanda necə vurduq uşaqlar? Deməli, qarşı-qarşıya vururduq. 18x bərabərdir 24 vurulsun 1,5-ə. Gəlin ixtisar aparaq. X nəyə bərabərdir uşaqlar? 24 vurulsun 1,5 bölünsün 18. 6-ya böldüm, burada qaldı 4. 18-i 6-ya böldüm, qaldı 3. 1,5-i 3-ə böldüm, qaldı 0,5. 0,5-də 4-ə vurdum, elədi 2. Deməli, neyniyər uşaqlar? 2 saata geri qayıdar. Sürətimiz azaldığı üçün, baxın, 24 ilə gedəndə 1,5-ə çatır. Amma sürəti azaltdığına görə daha gec çatır, 2 saata çatır, olacaq Y bəndi. Bu da belə. Keçək indi tapşırıq 64-ə. Deyir, A-nın hansı qiymətində 3A plus 9 ifadəsinin qiyməti 4A açıq 18 ifadəsinin qiymətindən 3 dəfə böyük olar. Yazıram uşaqlar. 3A üstə gərək 9, 4A bərabərdir 4A açıq 18-dən 3 dəfə böyük olsun. Bundan 3 dəfə böyük olması üçün neynirəm? Bunu 3-ə vururam. Düzgün yazdım uşaqlar. A hansı 3A ifadələrinin qiyməti? Düzgün yazdım. İndi yazıram. 3A plus 9 bərabərdir 12A çıxılsın 54. Deməli, 12-dan 3A-nı çıxanda eləyəcək nə? 9A bərabərdir 54-ün də üzərinə 9 əlavə eləyəndə olacaq 63. A da bərabərdir 7. Deməli, A-nın 7 qiymətində 3 dəfə böyük olacaq. Sonra keçirəm növbəti 65-ci sualımız uşaqlar. Müxtəsər vurma düsturudur uşaqlar, bu da yazaq. Yazıram uşaqlar. 10-un kvadratı çıxılsın 8-in kvadratı, kvadratlar fərqinin düsturudur. Nə eləyəcək? 10 çıxılsın 8 vurulsun 10 plus 8 bölünsün 18. Bunlar ixtisar getdi, qaldı 2 Y bəndi. Sonra deyir ki, dairəvi diaqramda 66-da. Dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faizli ifadəsi göstərilmişdir. Televiktorinada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə ehtimalı ən böyükdür? Gəlin baxaq uşaqlar. Deməli, burada nə deyir? 66. Faizləri yazaq. Deməli, İqtisadiyyat fakültəsi kletqalı olan İqtisadiyyat fakültəsi. Bu 14%'dir. Riyaziyyat fakültəsi nə qədərdir? 21%. Təbiət elmləri fakültəsi nə qədərdir uşaqlar? 39%.
Sosial Elmlər Fakültəsi. Bu nə qədərdir? 26%-dir. Sonra deyir ki, bir də oxuyaq məsələnin şərtini. Dairəvi diaqramda üniversitet tələbələrinin fakültələri sayının faizlə bu aydındır. Bu olacaq 0,14, bu olacaq 0,21, 0,39, 0,26. Sonra deyir ki, televiktorinada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə ehtimalı ən böyükdür? Uşaqlar, təbii ki, ən çox olanın ehtimal daha böyük olacaq. Yəni, belə təsəvvür eləyin ki, burada faizlə verilməyib. Misal üçün deyirəm. Tutaq ki, verib bizə informatikada, iqtisadiyyat fakültəsindən verib bizə, tutaq ki, misal üçün deyirəm 14 nəfər. Riyaziyyatdan verib 21 nəfər. Təbiət elmlərindən 39 nəfər və sosialdan verib 26 nəfər. Bunun içərisindən seçim eləsək, hansının çox deməli çıxma ehtimalı yüksəkdir? Təbii ki, təbiət elmləri fakültəsindən. Çünki buradakı uşaqların, tələbələrin sayı daha çoxdur. Cavab olacaq C bəndi. Sonra keçdik 67-yə. Deyir, ifadəsini sadələşdirin. Gəlin sadələşdirək. 0,36 vurulsun. A üstü -5 uşaqlar. Deməli, mənfiləri salıram məxrəcə. Bilirik ki, məxrəcə düşəndə işarəmiz olur müsbət. B üstü 6 qalsın yuxarıda. S-nin kubu. Sonra vuraq A üstü 4, B üstü 4, S üstü 5. Vurulsun. 2,9'da 2 də olacaq nə? 9'da 20. 9'da 20. Bu da belə. Bunu da yazıram. %36 kimi. Çünki ixtisar aparmaq istəyirəm. Aha, indi gəlin ixtisarlarımızı aparaq uşaqlar. Deməli, bu getdi. Qaldı burada bir dənə A. B üstü 4 getdi. B üstü 4 getdi. Qaldı burada 2. S üstü 5 getdi. Qaldı burada 2. 36 ilə 9 getdi. Qaldı burada 4. 20 ilə 100 getdi. Qaldı burada 5. İndi yazıram uşaqlar bərabərdir. 5'də 4 qaldı. Sonra B-nin kvadratı qaldı. Sonra yuxarıda bir B-nin kvadratı. Aşağıda nə qaldı uşaqlar? Bir dənə A-mız var. Onu yazıram A üstü -1. 2 dənə də S-miz var. S üstü -2. Deməli 5'də 4 A üstü -1. B-nin kvadratı S üstü -2-dır bəndi. Sonra gəldim 68'ə. 67'ni yazdıq. Aha, gəldim 68'ə. Deyir, radiusu 7,5 olan dairənin diametrini tapın. Aha, uşaqlar çox asan bir sualdır. Diametr bilirik ki, radiusun 2 mislidir. 7,5'i də 2'yə vuranda eləyəcək 15 bəndi. 69. 69'da deyir ki, çevrənin O, Y oxu ilə kəsişmə nöqtələrinin koordinatını tapın. Uşaqlar, bilirik ki, O, Y oxu ilə kəsişirsə, nə olur? Bu zaman x bərabərdir 0 olur. Gəlin x-in yerinə 0 yazaq. Nə olacaq bu zaman? 16 üstə gələk, y kvadratı bərabərdir 52-yə. Y kvadratı bərabərdir 36-ya. Y bərabərdir müsbət -6-ya. Müsbət -6-da x-imiz 0-dır. Deməli 0, 6 və 0, -6. Cavab olacaq bu bəndə. Keçdim 70'ə. 70'də deyir, tənliyi həll edin. Gəlin həll eləyək uşaqlar. 4x-in kvadratı çıxılsın 3x bərabərdir 0. X-i çıxartdım, nə qaldı? 4x çıxılsın 3 bərabərdir 0. Bir dəfə x-i ayrılıqda 0-a bərabər eləyirəm. Bir dəfə də 4x çıxılsın 3'ü. Deməli, buradan alıram x bərabərdir 3 bölünsün 4. Kökümüz olacaq 0 və 3 bölünsün 4, 4'də 3. C bəndi. Bu da belə sadə sual idi uşaqlar. Keçək 71'ə. 71. İfadəni deyir sadələşdirin. Gəlin sadələşdirək bizdə. Ortaq məxrəci gətirirəm uşaqlar. X plus A vurulsun x minus A. Aha, surətinə yazıram. A vurulsun x minus A. Çıxılsın A vurulsun x plus A. Gəlin mötərizələri açaq. Ortaq məxrəci gətirəndə uşaqlar bunu x minus A-ya vurdum hər tərəfini. Bunu x plus A-ya. Deməli, məxrəc olur x kvadratı çıxılsın A-nın kvadratı. Surəti yazıram AX çıxılsın A-nın kvadratı. Çıxılsın AX, çıxılsın A-nın kvadratı. AX-lər getdi.
Nə qaldı uşaqlar? Mənfi 2a-nın kvadratı bölünsün x kvadratı çıxılsın a-nın kvadratı. Burada bu mənfini veriblər aşağıya uşaqlar. Yazıblar 2a-nın kvadratı bölünsün a kvadratı çıxılsın x-in kvadratı. Bu mənfi bura gələndə yerləri dəyişir, olur a bəndi. Sonra keçək 72-yə. Deyir ki, bərabərsizliyin ən kiçik tam həllini tapın. Gəlin tapaq. 3x bölünsün 2 çıxılsın 4-də 3. Kiçikdir 4x çıxılsın 5-dən. Ortaq məxrəcə gətirirəm əvvəlcə, ya da hər tərəfi 4-ə vururam. Gəlin 4-ə vuraq hər tərəfi. Bu olacaq uşaqlar 6x çıxılsın. Bunu 4-ə vuranda 4-lər gedir, qalır 3. Kiçikdir. Bu tərəfi də 4-ə vuranda nə eləyir? 16x çıxılsın 20. Aha, 16x-i keçirirəm sola. Nə eləyəcək uşaqlar? Mənfi 10x. Kiçikdir. 3-ü də keçirtdim sağa. Eləyəcək mənfi 17. Hər tərəfi mənfiyə bölürəm. 10x böyükdür 17-dən. İşarəmiz dəyişir. Kiçikdir olur böyük mənfiyə böldüyüm üçün. X də böyükdür 17 bölünsün 1,7-dən. Ən kiçik tam həllini soruşduğuna görə bizə lazım olacaq 2. Aha. Cavab oldu 2. Sonra keçək 73-ə. Görək 73-də nə deyir? Deyir ki, mətbəədəki rəngli və ağ-qara çap olunan bir vərəqin. Çap qiyməti cədvəldə verilib. Rəngli, ağ-qara. Deyir, Elnur bu mətbəədə 5-də 1-i ağ-qara. Qalanı rəngli çap olunmaqla cəmi 4000 vərəq çap etdirdi. Uşaqlar, Elnur burada cəmi 4000 vərəq çap etdirib. Bunun 5-də 1-i ağ-qaradır. Gəlin 4000-i vuraq 5-də 1-ə. 73. Vurdum 5-də 1-ə. Nə elədi? 800. 800. Deməli, bunun 800 ağ-qaradır. Ağ-qara. Və neçəsi qaldı? 3200-ü rəngli. Rəngli. Deməli, nə deyir? Buna görə mətbəyə neçə manat ödəməlidir? Uşaqlar, ağ-qaramız 800 dənədir. Ağ-qara 800 dənə olanda, demək, bura daxildir. Və ağ-qara da 35 qəpikdən hesablanır. Rənglidir və sayda 3200-dür, 1500-dən çoxdur. Rənglidir, sayda 3200-100-dürsə, deməli, qiymət hesablanacaq 45 qəpikdən. İndi nə edirəm? Yazıram. 800 vurulsun 0, %35 üstə gələk. 3200 vurulsun 0, %45. Sıfırları gedir, atırıq. Nə qalır? 8 vurulsun 35 üstə gələk 45 vurulsun 32. Bərabərdir. Gəlin bunu hesablayaq. Deməli, 8 vurulsun 35. Elədir 280. 280. Üstə gələk 45 vurulsun 32. 45 vuraq 32. Bu da bərabər oldu 1440. 1440. Toplayaq uşaqlar. 1440. Üstə gələk 280. Bərabərdir 1720. Deməli, mətbəyə neçə manat ödəməlidir? Biz qəpiklə hesabladıq uşaqlar. 1720. Yəni 17 manat 20 qəpik. 17 manat 20 qəpik. 20 qəpik. Bu da belə. Sonra keçək növbəti suala uşaqlar. Bunu silim. 74. 74-də deyiləşlər sisteminin x, y-in hasilini tapın. Sadə sualdır uşaqlar. 2x çıxılsın y bərabərdir 9-a. X plus y bərabərdir 12-yə. Alt-alta toplayıram uşaqlar. Alt-alta toplayanda y-lər gedir, qalır. 3x bərabərdir 21, x bərabərdir 7. X 7-dirsə, y-də bu tənlikdə yazıram yerinə. Y-i tapıram, y-də bərabərdir 4-ə. Bizdən də hasilini istəyir. X vur y bərabərdir 4 dəfə 7, 28. Sonra keçirəm növbətiyə.
75. Deyir, avtobusda 30 nəfər sərnişin var idi. Birinci dayanacaqda 7 nəfər sərnişin düşdü, 9 nəfər mindi. Deməli, 75. 30 nəfər sərnişin var avtobusda cəmi. Birinci dayanacaqda 7 nəfər düşdü və 9 nəfər mindi. Neçə oldu uşaqlar? 23. Nə edəcək? 32. Sonra ikinci dayanacaqda 14 nəfər düşdü. 4 nəfər mindi. Aha, bu nə eləyəcək? 22. Sonra deyir, avtobusda ikinci... Bura nə yazılıb? Oxuya bilmirəm. Avtobusda ikinci dayanacaqdan sonra neçə nəfər sərnişin oldu? Bura nəsə yazılıb? Bura aydın olmadı. İkinci dayanacaqdan sonra 22 nəfər oldu, əgər bu soruşulursa. Sonra keçək 76-ya. 76-da deyir ki, bizə ABCD parçaları Y nöqtəsində yarıya bölünür. Aha. B-Y'miz haradır bura? Bölünsün Y-dir. Y-dir də bura. Deməli, B-Y'miz uşaqlar bura 6K-dır. Y-D'miz bura 4K-dır. Və A-D'miz 9K-dır. Aha. Uşaqlar, yarıya bölünürsə, bura 4K-dırsa, burada 4K-dır, burada 6K-dır. Sonra deyir ki, bizə şəkli burada çəkmək istəyirəm, çünki çox balaca verilib burada. Aha. C, B, D, A, Y. Aha, bu 9K-dır. Bu 6K-dır. Bu 4K-dır. Sonra. Aha, bura 4K-dır, bura 4K-dır, bura 6K-dır. Bizə deyir ki, uşaqlar, ADY-nin, baxın, bunun perimetri 38 olarsa, perimetri 38-dirsə yazıram. 6K plus 4K plus 9K bərabərdir 38-ə. Aha, 19K bərabərdir 38-ə, K bərabərdir 2-yə. SB-ni deyir, parçasının uzunluğunu tapın. Gəlin, tapaq uşaqlar. Aha. Bizdən bu tərəfi istəyir. K-nı tapdıq. Burada indi uşaqlar, gəlin bir şey yazıram. Bura alfadırsa, burada alfadır. Bu bucaqlar bərabərdir. İki bucaq bərabərdir. Sonra tərəflərimiz, aha, burada uşaqlar, bu bucaqlarımız bərabərdir, hər iki üç bucaqda. Sonra tərəflərimiz yenə eyni qaydada bərabərdir. Baxaq, indi K-ları yazıram yerinə. K-ları yerinə yazsaq, nə olur? Bu tərəfimiz olur 12. Bura 12-dir, burada 12-dir. Sonra bura 4K verilmişdi. Hə, bura 8-dir, burada 8-dir və burada 18-dir. Uşaqlar, bu bucaq bərabərdir. 2 dənə tərəf bərabərdirsə, deməli, üç bucaqların bərabərliyi əlamətinə görə alırıq ki, burada olacaq 18. Cavab oldu 18. Sonra keçək növbəti suala. 77. Deyir ki, burada nə deyir? Deyir, YF bərabərdir FC. Aha, bu da üç bucağın oxşarlığına görə uşaqlar bunda yazırıq. Deməli, gəlin baxaq. Elə yazıda baxıram. YF 3-dür. FC 3-dür. Şəkildə qeyd ediblər zaten. AC-də 9-dur. Burada uşaqlar, baxın, bu üç bucaqla bu üç bucaq bir-birinə oxşardır. Biraz böyük oldu. Deməli, yazıram. 3-ün 9-a nisbəti, yəni YF-in AC-yə nisbəti bərabərdir BF-in BC-yə nisbətinə. Yəni, bu balacanın oturacağının, böyük oturacağı nisbəti bərabərdir. Balacanın tərəfinin ümumi bu AC-yə nisbətinə bərabərdir. İndi yazıram, 3 bölünsün 9 bərabərdir. BF-imiz x-dir. BC-imiz nədir uşaqlar? Baxın bura. Bura x-dir, x plus 3. Buna ixtisar getdi, qaldı 3-də 1. Yazıram, 3x çarpaz vururam, x plus 3-ə. 2x bərabərdir. 2x bərabərdir nəyə? 3-ə. X bərabərdir 1.5-ə. X-imiz 1.5-dir və bizdən də bunu istəyir. Keçirəm 78-ə. Aha. Deyir ki, bir ədədin 25%, digər ədədin 50%-nə bərabərdir. Ədədlərimiz olsun x, y. X-in 25%-i
bərabərdir 50-nin y-in 50%-nə y vurulsun 50% bölünsün 100%. İxtisar aparsaq x bərabərdir. Hamısı ixtisar getdi, qaldı 2y. Bu ədədlərin fərqi 60-dır. X çıxılsın y bərabərdir 60-a. X əvəzləmə ilə yazırıq uşaqlar, qoyuruq yerinə. 2y çıxılsın y bərabərdir 60-a və y bərabərdir 60. Y 60-dırsa x də bərabərdir 120. Bizdən ədədlərin cəmini istəyir. Cəm nə olacaq uşaqlar? X plus y bərabərdir 60 plus 120. Uşaqlar, bu tənliklər sistemi nədir? Həll eləyin. Bu tənliklər sistemidir. Əvəzləmə ilə həll elədik. Aha, bərabərdir 180. Cavab oldu bu. Keçdik 79-a. 79-da bizə deyir ki, Elnur hər gün eyni miqdarda pul xərcləyir. Aha, Elnurun pulunun və xərclənən pulun miqdarını göstərən qrafik aşağıda göstərilmişdir. Elnurun pulu neçə günə bitər? Gəlin baxaq görək uşaqlar. Deməli, pulun miqdarı 150 manat pulu var imiş Elnurun. Bu xərclənən puldur. Bu da qalan puldur, azalır. Aha, bu nöqtədə 15-ci gündə pulun yarısını xərcləyib. Sonra deyir ki, bu nöqtədə Elnurun pulu neçə günə bitər? 15 günə uşaqlar 75-ini xərcləyibsə, 30 günə də bir ayda uşaqlar bu pulun hamısını xərcləyər də. Deməli, Elnur hər gündə eyni xərcləyirsə, Elnur pulunun və xərclənən pulun miqdarını göstərən qrafik aşağıda göstərilmişdir. Aha, deməli uşaqlar necə? Qrafikdə bu qalan pulu göstərir. Pul görürsünüz getdikcə azalır. Xərclənən də getdikcə artır. Yəni, bu nöqtədə xərclənən pulla qalan pul bərabərləşir. Yəni, nə olur burada uşaqlar? 75 manat. 75 manat. 75-ini xərcləyib, 75-ə qalıb bərabərləşir. Deməli, Elnur 15 günə xərcləyir 75 manat. 75 manatı 15 günə xərcləyirsə, bir növbəti 15 günə 75 manat xərcləyəcək və 30 günə bu 150 manatı tam xərcləmiş olacaq. Deməli, el dili ilə desək, başına daş salacaq 150 manatın. Oldu, deməli, nə qədər? 30 gün. Sonra keçək 80-ə uşaqlar. 80-də deyir ki, bucaq A 100, bucaq B 50 və deyir ki, paralel olarsa C-ni tapın. Aha, deməli, nə edirik uşaqlar? Bunu düsturla da yaza bilərik. Hazır bunun qaydası var və ya paralel xətləri uzadaraq da yaza bilərik. Eyni şeydir. Gəlin, paralel xətləri uzadaq əvvəlcə. Deməli, bunları uzatdıq. Bura 50, bizdən hansını istəyirdi? Bura 50 dərəcədir. Bura 100 dərəcədirsə, avtomatik olaraq burada olacaq 80. Baxın, bu işarə qoyduğum yer olacaq 80 dərəcə. Yəni, bunun şəklini çəkim uşaqlar buradan daha aydın olsun bizə. Deməli, bu şəkildə çəkdik. Bura oldu 50 dərəcə. Bura oldu. Deməli, bura 50 dərəcə, bura 50, bura olacaq 100 dərəcə. Aha, все. Deməli, bu D1-dir, bu D2-dir. Bunları uşaqlar uzadırıq. İndi düsturuna da deyəcəm, uzatmış halını deyim, çünki düstur yaddan çıxa bilir. Bura 100 dərəcədirsə, bu 2 dənə də uşaq görürsünüz, paraleldir. Bura 100-dürsə, bu bucaq neçə dərəcə olur? 80 dərəcə. Bura 80-də, bura 50-də, bu bizim xarici bucağımızdır. Xarici bucağa görə bura nə olacaq? 80 plus özünə qonşu olmayan 2 daxili bucağın cəmidir. Bura olacaq 130 dərəcə. Sonra, düsturla necədir uşaqlar? Buranı işarələyirəm x-lə. Olur 100 plus x çıxılsın 180. Bu kənardakıların elə bilin. Bunu dala qaydım. Bura x-dir. Bu elə bir kök altına oxşur uşaqlar. Kök altı kimi. Bura x-dir. 100 ilə x-in cəmi bu kökün kənarlarında qalanlardan. Çıxırıq 180-i. Bərabər olur bu kökün içərisində ortada qalana.
İndi buradan yazıram x bərabərdir nəyə? -80 olacaq müsbət plus 50 bərabərdir 130 dərəcə. Deməli, bu da bizim düstur halımız. Paralelliklə də uzadırıq uşaqlar və bu şəkildə çarpazlıqla tapırıq. Paralelliklə bilməyiniz daha yaxşıdır, çünki düstur yaddan çıxa bilir. Amma bu şəkildə olanda özünüz daim həll eləyə bilirsiniz. Keçək 81-ə. Bir tərəfi 8 olan ABCD kvadratında S1 bölünsün S2 1 bölü 9 olarsa. Aha, S2-ni tapın. S2 harada? Bura. Bu hissəni istəyir bizdən. Deməli, uşaqlar. Tərəfi 8-dir. Aha. Bunların nisbəti S1 bölünsün S2 bərabərdir 1 bölünsün 9-dur. Tərəflərin nisbəti uşaqlar A1 bölünsün A2 bərabərdir kvadratı bərabərdir S1 bölünsün S2-yə. Bu da bərabərdir 1 bölünsün 9-a. A1 bölünsün A2 nisbəti də bərabər olacaq 1 bölünsün 3-ə. Yəni A1-imiz bunun bir tərəfi K-dırsa, bu kvadratın bir tərəfi K-dırsa, bu digər üçbucağın tərəfi isə olacaq uşaqlar 3K. Deməli, K 3K-nın cəmi nəyə bərabərdir? 8-ə bərabərdir. Buradan yazıram. Baxın, bura 3K-dırsa, avtomatik burada 3K-dır. Yazıram. K plus 3K bərabərdir 8-ə. 4K bərabərdir 8-ə. K da bərabərdir 2-yə. Deməli, K-nı tapdıq. K oldu 2. İndi yazıram burada yerinə. Bura oldu 2. K'mız 2'dir. Bura 2'dir. Bura 3K'dır. 6'dır. Sonra. Bura ümumi 8 ise burada 6'dır. Burada 8'dir. Bizdən S2-nin sahəsini istəyir. S2-nin sahəsini istəyirsə, deməli. Bunların bunda sahəsi olacaq. S2 bərabərdir. 2-də 1 vurulsun. 6 vurulsun. 6. Bu da bərabərdir 18'ə. Bunun da sahəsi olacaq. 18. Bizdən bunun sahəsini istəyir. 18. Sonra keçdik. 81. Uşaqlar, suallar bu qədər bitdi. Keçən dəfəki suallara baxanda çox cüzi, nisbətən biraz suallarda çətinlik vardı, amma yenə də yazmaq olardı. Hər birinizə imtahanda uğurlar arzulayıram, ümid edirəm. İnşallah istədiyiniz kimi bir nəticəni toplayarsınız. Sağ olun uşaqlar, salamat qalın. Kanalıma abunə olmağı və videoları bəyənməyi unutmayın. Hələlik.